Salam, axşamınız xeyir olsun. Oyun sonrası mətbuat konferansımıza başlayırıq. Öncə baş məşqçimiz Qurban Qurbanov fikirlərini bildirsin, daha sonra sualları keçək. Axşamınız xeyir olsun, salamlayıram mən də hər birinizi. Əfsdə olsun, böyük hesablı məğlubiyyət oldu. İstəməzdik belə böyük hesablı məğlubiyyət olsun, amma buna baxmayaraq futbolçularımı təbrik edirəm. Biz 8 oyunu analiz etsək, 8 oyunluq bizim gəldiyimiz yola baxsaq, çox əziyyət çəkdik, çox risklərə getdik. Futbolçularım ən azından play-off'a çıxmağa haqq elədilər və bugün əlbəttə ki, daha yaxşı oynaya bilərdik. Yəni, bu bizim oyunumuz deyil, biz daha yaxşı komandayıq. Baxmayaraq Liverpool'a qarşı oynuyorduk. Və hər bir halda yəni, layiqli məğlub olduq, amma layiqli də ilk 24-lükdə olduq. Futbolçularımı təbrik edirəm və bütün öz xalqımı təbrik edirəm. Çox gözləyirdilər ki, biz ilk 24-lükdə olaq və get-gedə oyunlar daha da qəlizləşir, rəqiblər daha da güclənir və qarşıda bizi daha böyük oyunlar gözləyir və inşallah çalışırıq ki, qarşıdakı oyunlara daha düzgün hazırlaşmağa və əlbəttə ki, həm həmkarım Gospodin Slotu, həm də komandasını təbrik edirəm ki, ilk 8-likdə oldular və uğurlar arzulayıram onlara da. Qurban, nəticə həqiqətən də Azərbaycan futbolu üçün böyük ən böyük uğur hesabı ola bilər. Düşünürəm ki, artıq potensial rəqiblərimiz də məlumdur. Həmin rəqiblər haqqında sizin fikirlər var. Yox, sadəcə gözləyəcəyik. Gözləyəcəyik. Hər ikisi əlbəttə ki, çox özünə xas, hər komandanın özünə xas oyun üslubu var və əlbəttə ki, hansısa düşsə çalışırıq ki, daha diqqətli olmağa və daha yaxşı hazırlaşmağa. Buyurun Günah xanım. Vaxtınız xeyir. Əgər Qarabağ Liverpoolun oyundan bir dənə əsas dərs çıxarıb geri Azərbaycan özünə aparsaydı, bu sizcə hansı dərs olacaq? Nə olacaq idi? Bir nəticə çıxarıb özünə aparsaydı bir dərs kimi. Oyundan sonra idmançılar və komanda özü. Nə olacaq? Belə oynamamaq, daha yaxşı oynamaq, amma inanın ki, mən futbolçularımı başa düşürəm. Çünki dediyim kimi çox bizim 8 komanda arasında belə rahat bir rəqibimiz yox idi və geridə qalan oyunlarda çox enerji sərf etmişdilər və çox cəsarətli olmuşlar. Sadəcə ola bilər biraz arxayınçılıq var idi futbolçularda ki 10 xalından demək olar ki, bir 90-95% yəni ilk 24-yə düşmüşdük. Bəlkə bu arxayınçılıq var idi, amma hər bir halda bəlkə də bu Liverpool, bu stadion biraz fərqli digərlərindən, biraz onun təsiri oldu. Amma məncə biz bir də oynasaq, məncə bundan daha yaxşı oynayacağıq və buna əminəm. Çünki elə futbolçuların da sonda soyunub geyinmə otağında danışığımız oldu ki, biz bundan daha yaxşı oynamağı bacarıq və layiqik. Buyurun. Qurban, soyunub geyinmə otağından danışdınız. İndi futbolçular orada tarixi uğur qeyd edirlər, yoxsa məğlubiyyətin nə üstünü yaşayırlar? 50-50. Həm qeyd edirlər, həm də məyusdurlar. Amma meydanda qeyd eləmədilər. Meydanda qeyd eləmədilər. Məlumdur. Elə də olmalıydı. Çünki özləri də başa düşdülər ki, özləri də qəbul edirlər ki, daha yaxşı oynamalıdırlar məncə ona görə. Amma həm də ki, deyəsən hələ tam bəlli deyil idi. Yəni hələ oyunlar gedirdi. Bitməyən oyunlar var idi. Döyüş uduzluq, amma müharibəni tutub, buna görə təşəkkür edirəm. Çox sağ olun, təşəkkür edirəm. Və Liverpoollu jurnalistləri təbrik edirəm. Onlar sizə çox yaxşı komandanız var.